Limonun budaması haqqında danışırıq. Hörmətli izləyicilərim, xoş gördük. Bugün limonun budaması vaxtı haqqında danışırıq. Hal-hazırda gördüyünüz limon sortu Lisbondur. Qışa davamlı sortdur. Məhsuldar sortdur. Müəyyən qədər limon dərmişik. Bir qismi də qalıb. Noyabrın ortalarıdır. Bu ayda hansı budama edə bilərsiniz? Ümumiyyətlə payızın ortalarında, axırında yaxşı olar ki, sanitar budama edəsiniz. Baxın, əgər noyabrda, payızda budama etmək istəsəz, məsələn, bax, bu cür budaqları kəsməyin, uc hissələrini kəsməyin. Harda yaşıl hissə var, bu hissələri kəsməyin. Qurumuş, zədələnmiş, xəstə, bu kimi budaqlar varsa, zoğlar varsa, kəsim edə bilərsiniz. Ucurma budaması, forma verici budamanı isə fevralın axırı, mart ayında edə bilərsiniz. İqlimə görə tam dəqiq vaxtını qeyd etmək olmur. Əsasən bu aylarda nəzərdə saxlayıb budama edin. Ümumiyyətlə limonu il boyu budama etmək olar. Lakin budamanın əsas ana prinsipləri var. Bunu nəzərə alıb budama edə bilərsiniz. Hal-hazırda sanitar budama edirsiniz. Fevralın axırı, martdan sonra, şaxtalardan sonra isə forma verici budama edə bilərsiniz. Noyabrın axırı, dekabrda, yanvarda qətiyyən dərin budamalar etməyin. Hətta fevralda da dərin budama etmək olmaz. Çöl şəraitində, bağlarda bu budama texnikalarından istifadə edə bilərsiniz. Hörmətlər.